Salamünaleyküm. 3 may tarixi. Bugün sizə kefal balığının bişirilməsi. Ümumiyyətlə balıqda bişirilməsində diqqət olunan nüanslardan danışacağıq. Nələr diqqət etməliyik, necə bişirməliyik. Bugünkü balığımız kefal balığıdır. Bunun hər biri təxminən 200-250 qram civarında kefallardır. Balıqları ən gözəl olar ki, böyrələrini çərtib qoyaq. Bax, böyrlərin formada çərtirik ki, qoy isti içinə işləsin. Yəni bütün hər tərəfinə yaxşı qızartsın yağ. Baxın, belə balıqlarımız bu formada çərtirik. Bu üzdü, bu üzdü. İndi duzlanmasında istəyən biz duzla istiotda istifadə edəcəyik. İstəyən tək duz istifadə edəcək, istəyən duzla qarışıq istiotda istifadə edəcək. Hətta istəyən tomat da istifadə edə bilər. İndi bunları biz qızaracaq, duzlayacaq, daha sonra qızardacaq. İndi bunları duzlayırıq bu formada belə. Şurada istiot deyirik. Yəni ki, istəyən istiot vurmaya bilər. Yəni biz vurarıq özümüz üçün. Kim istiyorsanız vurmaya bilər. Beləcə bütün balıqlarımızı tuzlayıb istiotladıq. Qazımızı yandırırıq. Tavamızı qoyduq. Tavanı qoyandan sonra gözləyək ki, biraz tava yaxşı qızsın. İçində su varsa sular buxarlansın, təmiz qalsın tava. Burada baxdıq ki, tavamızın ölçüsü biraz balacadır, onun üçün dəyişdik, biraz iri tava qoyduq. İndi bunu gözləyik ki, tava yaxşı qızsın. İndi yağımızı əlavə edirik. Yəni çox da eləmək olar yağ. Yağı az da eləmək olar. Yəni fərqi yoxdur. Az yağda da balığı bişirmək olar. Şərtdir elə doldurmaq balığı. Biz açığın biraz çoxdur, yox çox deyil, normaldır, yaxşıdır. Yəni az yağla balığı bişirmək olar. Ehtiyac deyil balığın. Çox adam görürsən yağı bol eləyir. Yəni ehtiyac yoxdur. Bir az balığın yağını tökdünüz kifayətdir. İndi gözləyirik ki, bu yağımız da, yəni tava qızdı. Ardınca yağı tökürük ki, tavaya. Sonra gözləyirik ki, yağı da yaxşı qızsın. Bir də bir şey var ki, belə bir sözlər var ki, balığı unlamaq. Əslində balığı ona görə unlayırlar ki, yəni o qədər yaxşı pişirə bilmir. Balığı unlayır ki, balıq tavada yapışmasın. Və ya da tava elə tavadır ki, yapışdırır da əti. Yəni mən onu da öyrədəcəm sizə ki, niyə izləmək lazımdır yapışmasın. Yəni çox adam ona görə yəni ki, yəni belə də normalda unlamağa ehtiyac yoxdur balığı. Yəni yaxşı pişirən birisi üçün unlamaq gərək deyil. İndi tavamız qızdı. Bir balıqlarımızı düzürük. Bismillah. Bu formada tavamızı, balıqlarımızı düzdük tavamıza. Gözləyirik balıqlarımız yavaş-yavaş qızarsın. Yəni bizdə bir nüansı deyim, çox adam balıq azacıq qızmamış, götürüb tez-tez çevirir o an belə. Onda balığın əti didilir. Bir üzünü qoyduq bu formada. Gözləyirik tam olaraq bişəndən sonra digər üzünü çeviririk. Bu günə qədər çəkəcək, çəksin, fərqi yoxdur. Artıq hiss edirik ki, tam formada pişir, əməlli qızarıb, indi mən sizə göstərəcəm. Onda onu çeviririk. Yəni dəqiqə başı çevirmək olmaz və bunun məsələsi də odur. Yəni çox adam tez-tez çevirdiyi üçün balıq dağılır, ona görə undan istifadə edir. Gərək yox, bir üzü tam pişdi, ondan sonra keçirik digər üzünə. Balığımızın bir üzü pişdi. Baxın, görünüzdə qəşəng pişib. Bu formada çevirdik digər üzünü. Yəni gözü tam dağılmadan, amma biz ya çətinlik çəkdik, bunun tavamız balacadır, balıq tam yerləşmir. Buna görə
pişəndə tam çevirmək olmur da. Yəni onu ehmalda çevirsən ki, düz bişəndə üst tərəfə dağılma baş verməsin yəni. Biz də çox çətinlik çəkdim mən çevirmə. Çünki başlar tava balacadır. Çevirməkdə çətinlik çəkdim. Hətta bir yüzündən oraya keçəndə ilk öncə qoydum belləri qızdı. Yəni bellərini qızartdım. Ondan sonra ikinci parçada çevirdim. Balığın gəlib başını kəsərib atardım. Çünki son başında heç nə olmur. Sadəcə evdən dedilər ki, belə daha yaxşı görsənir deyə elədim. Normalde mən bu başını yemirəm. İçini də yeməyəcəm. Sadəcə olaraq çəkilik üçün elədik. Amma çox çətinlik çəkdim də yəni çevirməkdə. Çünki tava balaca, balıqlar tam oturur da, tam oturur tavaya yəni. Normalde biraz aralar olmalı ki, rahat onu çevirəsən. Balığımız artıq bişdi. Artıq formada var. Tam olarak. Balıqla yeməyə də birinci bu formada soğan, bir də nar şərab. Yəni çox yerdə görürsünüz pomidor, xiyar, belə şeylər eləyir. Yəni çox da abartı getmək lazımdır. Bir növ oldu. Əsas da balığın yəni soğandır, kifayətdir. Yəni bu mənim tərcihimdir. Yəni formada kimi istəyir, amma bir növlə kifayətlənmək əsas da balığın yəni soğandır yəni. Afiyet olsun, nuş olsun. Bu da bizdən bir sədəqə cari olsun. İstədik ki, paylaşaq. Bu işin biz yəni mən dəfələrlə bu formada özüm üçün də pişirirəm. Yəni effektini gördüyüm üçün bunu da izləyicilərimizlə, müştərilərimizlə paylaşmaq istəyirəm.